Salam. Bu videoda dünyada ən çox istifadə olunan iki süni intellekt alətini müqayisə edəcəyik. Bunlardan biri OpenAI şirkətinə aid olan ChatGPT, digəri isə Google-a aid olan Gemini-dir. Baxaq görək hansı daha üstündür, hansı daha güclüdür. Video debat formatında olacaq. Mən Google Gemini-nin tərəfindəyəm və qonağım isə OpenAI şirkətinə aid olan ChatGPT-nin tərəfindədir. İndi söz verirəm qonağa, o özünü təqdim eləsin və video haqqında qısa məlumat versin. Çox sağ ol. Mən də salamlayıram hər kəsi. Mən bu debatda OpenAI tərəfini təmsil edəcəyəm və ChatGPT-nin güclü tərəflərini sizə izah edəcəyəm. Mövzularımız mətn yazma, kod yazma, şəkil və video ilə eləmə kimi fərqli sahələri əhatə edəcək. Yaxşı. Başlayaq. Əvvəlcə nədən başlayaq? Hansı funksiyaları müqayisə edək? Başlayaq. Elə ilk olaraq mətn yazma və redaktor xüsusiyyətlərindən başlamağı təklif edirəm. Beləliklə ardıcıllığımız mətn, kod, multimodal olacaq. Hazırsansa birinci mövzudan başlayaq. Yaxşı. Mətn yazma məsələsi. Deməli, ümumi müqayisə eləyə bilsək, fikirləşirəm ki, həm ChatGPT, həm də Google Gemini kifayət qədər mətnlər üzərində yaxşı işləyə bilir. Burada müqayisə eləyəsi olsaq, ChatGPT-nin bir səsli ünsiyyət xüsusiyyəti də önə çıxır. Bəlkə o xüsusiyyətinə görə ChatGPT daha öndə ola bilər, amma fikirləşirəm ki, Google şirkəti də kifayət qədər böyük bir şirkətdir. Hal-hazırda balanslı olsa da müəyyən bir müddətdən sonra Gemini ChatGPT-dən düşünürəm ki, mətn mövzusunda daha üstün olacaq. O, kifayət qədər balanslı bir yanaşmadır və tam razıyam. Həqiqətən də həm ChatGPT, həm də Gemini mətn üzərində kifayət qədər yaxşı nəticələr verirlər. Səsli ünsiyyət xüsusiyyəti ChatGPT-nin bəzi istifadəçilər üçün əlavə rahatlıq gətirir, xüsusən də mətnləri səsi çevirmək və yaxud sürətli şəkildə ünsiyyət qurmaq lazım olanda. Amma Google kimi böyük bir şirkətində sürətlə yeniliklər gətirəcəyini və gələcəkdə mətn mövzusunda daha və irəliləyəcəyini düşünmək məntiqlidir. Beləliklə mətn mövzusunu bu şəkildə yekunlaşdıraq və indi kod yazma xüsusiyyətlərinə keçək. Yaxşı. Deməli, belə bir nümunə deyim. Mən özüm yoxladığım bir nümunə üzərindən gedəcəm. Deməli, həm ChatGPT-yə, həm də Google Gemini-yə belə bir tapşırıq verdim. Super Mario-ya oxşar bir kod yazsın və bu kodu HTML formatında yazsın, veb sayta inteqrasiya eləmək mümkün olsun. Canvas xüsusiyyətlərindən istifadə edərək bunları hazırlamağa çalışdım və daha sonra ikisini müqayisə elədim. Burada gördüm ki, Gemini-nin yazdığı, hazırladığı oyun daha üstündür. Təbii ki, hər ikisi sadə interfeysə malik oyunlar idilər və nəzərə alsaq ki, mən ChatGPT-nin ödənişli versiyasını, Google Gemini-nin isə ödənişsiz versiyasını istifadə edirəm. Burada son nəticə, yəni mənə verilən son məhsulu müqayisə eləyəndə ChatGPT-nin geridə qaldığını, Gemini-nin isə daha üstün olduğunu gördüm. Sən nə deyə bilərsən bu barədə?